otellər, Bərdər rayonunun Hacallı kəndi sakiniyi. Bu da mənim bir nəvəm, 8-ci sinif tələbəsi Kazımova Nərminə. Bu qızımın uşağıdır. O oynayanda yıxıldı. Barmağında bir şişkinlik əmələ gəldi. O şişkinliyə görə onu apardı xalq həkimin üstünə. Xalq həkim də bizə xeyli müddət baxandan sonra bizə dedi ki, bu bir ay saxlayandan sonra dedi bu mənlik deyil. Bu barmaq tamamilə şişir. Müalicə elədi, maz vurdu, gipsə salmadı, amma qalan işlərin hamısını elədi. Sonra bunu apardıq Yevlağa, mərkəzi klinikaya, Yevlaq rayon xəstəxanasına. Orada travmatolog Bəxtiyar, Mustafayev Bəxtiyar bizi qəbul elədi. Baxdı, dedi mən bunu götürürəm, bunun vətənində dağınıq var, əməliyyat eləyəcəm. Bütün analizlərdən keçirdik, uşaq sağlam, tam hazır vəziyyətdə. Bizi bir ay bu uşağın barmağını gipsə qoyub müalicə eləyəndən sonra dedi bu uşaq avqustun 13-ü çıxacaq da əməliyyata. Bu uşağı götürdü əməliyyata. Çox buna dedi ki, yeri keyitmə ver bu uşağın bir barmağıdır, 10 dəqiqəlikdə əməliyyatdır. Könül, narkoz verən könül buna uşağı çəkmədən, çəkisini bilmədən, uşağın normasını bilmədən uşağı verdi narkoza. Biz də saat 12:30-da uşaq girdi əməliyyata. Saat 4-dəcən gözlədik, uşaqdan xəbər yoxdur. Saat 4-də çıxdı ki, həkim uşaq ayrılmır, narkozdan ayrılmır. Biz də dedik, ayrılmır, gözləyərik, verin reanimasiyaya. Dedi, yox, reanimasiyada yox, uşaq orada ayrılacaq. Bəxtiyar həkim aşağı düşəndə dedim, ay doktor, hanı uşaq? Dedi, uşağın üstündə iş gedir. Həkim briqadası çağırmışam. Dedim, nətər yan həkim briqadası? Uşağa nə olub ki? Dedi ki, uşaq narkozdan ayrılmır. Sən demə, uşaq 12:30-dan da bir yarım saat sonra ölüb. Yox, 5 dəqiqənin içində. Heç 5 dəqiqənin içində Könül xanım bunu nə eləyib, boğubmu, nə qaribini, qida borusuna salıbdır. Bunun bütün ölüm kağızlarında hamısı açıqlanıb, verilir. Amma bu işdə bizim işimiz çətinləşib, biz 7 ayda vuruşuruq. 7 ay müddətində bizim iş prokuraturadadır. Prokuraturadan çıxmır. Niyə çıxmır, nəyə görə çıxmır, mən bilmirəm. Səbəb nədir? Səbəb nədir, nəyin peşindədirlər, mən bilmirəm. Hər dəfə gələndə bir söz deyil. Mən bütün dünyaya səs salırım. Bizim işimiz Yevlaq prokurorluğuna keçib. O orada bizim işimiz prokuratura baxmır. Niyə baxmır, nəyə görə baxmır? Biz məqsədini də bilmirik. 7 aydır bu iş prokuraturada dayanıb. Susmuş vəziyyətdə. Gedirik, gəlirik, gedirik, Nə vaxt gəlirik. gedirik deyirlər. Hər vaxt gedirik, deyir, qoy analizin kağızı gəlsin, qoy analizin kağızı gəlsin. 7 ay müddətində Ceyhun müəllim bizim başımıza açmadığı oyun qaldı. Ceyhun müəllim deyir, 4 dəfə ekspertiza keçiririk. Ceyhun müəllim. Qanunda nə var ki? Kimdir Ceyhun müəllim? Ceyhun müəllim. Prokuraturanın Yalan böyüyü. prokuratura. Deyirəm ki, bu uşağın qanunda nə var ki, siz bunu 4 dəfə analiz edirsiniz. Deyir, gözləyin, daha insan keçirəcəyin də hər dəfə bir söz deyir. Düşürük aşağı Toğrulun yanına. Toğrul da deyir ki, Ceyhun müəllim nə deyirsə mən onu eləyəcəm. Ceyhun müəllim desə verəcəm, mən onun əlinə baxıram. Ceyhun müəllim də bir Allahlıq eləyir. Nə olar? Lazımı təşkilatlar. Kamran müəllimə, prezidentə, Mehriban xanıma, bütün məmurlara, Hamımızın qanı yerdə. hamısından xahiş edirəm. Ananın fəryadına cavab verin. Sizdən xahiş edirəm, yalvarıram Bizim işimizə sizə. baxılsın. Bizim işimizə baxılsın, nə olar? Cənab Prezident, sizə yalvarıram, sizdən xahiş eləyirəm. Bir Azərbaycan vətəndaşı kimi, bir ana fəryadına baxın. Nə olar, yanınızdakı məmurlara deyin, bizim işimizə baxılsın. Ceyhun müəllim bizi yorub, bütün ətrafımızı yorub, gedirik, gəlirik, Ceyhun müəllim bizə mümkün vermir. Nədir, Kamran müəllimlə xahiş eləyirik. Kamran müəllimə də yenə də dönə-dönə minnətdar olaram ki, bizim bu işimizə baxsın.